Axşamınız xeyir əziz izləyicilər, hamınızı xoş gördük. Bilirsiniz ki, bugün Miras Kandili gecəsidir və hər kəs dua edəcək bu gecə. Mən də üzümü tuturam, ən çox duaları qəbul olanlar kimlərdir? Hamilə xanımlardır. Əziz hamilə xanımlar, sizlərdən də rica edirəm, övlad istəyən ailələrin ürəyinizdə hamısına dua edin ki, o hamiləlik hisslərini həmin xanımlar da yaşasın. Onun üçün də sizin dualarınız tez qəbul olunduğu üçün bu gecə çox xahiş edirəm. Övlad istəyən bütün ailələr üçün dualarımızı əsirgəməyək. Biz də bir komanda olaraq bütün ailələrə körpə qismət olması duasını edəcəyik. Eynilə də sizlərlə. Amin deyən dillər var olsun. Amin yazan əllər var olsun. Hamınızı öpürəm. Dualarınızı Tanrı tərəfindən, Allah tərəfindən qəbul olunsun.